Salam, hörmətli izləyicilər. Bugün mən bu avtomobilin saatı barədə məlumat vermək istəyirəm. Gördüyünüz kimi burada həm böyük monitorda, həm kiçik monitorda belə bir saat var. Və bir hala fikir vermişəm ki, bəzən bu saat düz işləmir, ya geri qalır və ya irəli qaçır. Bu da burada da belə bir, yəni menyuda girirsən bax burada. Maşın nastroykalarında D-Link və Mori yazılan bir hissədə bu saatın ayarlamağı var. Burada yəni 24 saat formatında seçmək olur və yaxud da 12 saat formatında. Və burada gördüyünüz kimi əgər saatı qurmaq istəyirsinizsə, burada yalnız belə bir yəni şəhəri seçmək olur və bu şəhəri seçəndən sonra saat özü avtomatik qurulur. Yəni burada əllə girib saatın hansı dəqiqəsini, saatını düzəltmək belə bir funksiya qoyulmayıb. Və buna görə də bəzi hallarda görürsən ki, saat düz işləmir. Və indi bunun belə bir yəni düzəltmək yolu odur ki, əgər siz internetə qoşulmuşsa, maşında internet yoxdursa, bunu heç cür yəni düzəltmək mümkün deyil. Mən özüm də yəni bu interneti, yəni maşında internet işlətmirəm və bir müddətdən sonra elə bir saat yəni başlayır irəli qaçmaq. Hardasa məndə indi fikir verdim ki, 2 dəqiqə irəli qaçmışdı və bunu düzəltmək yolu odur ki, maşını əgər ümumiyyətlə internet işlətmirsə, harca bir neçə saniyəlik internetə qoşmaq lazımdır. Bunu da yəni əgər yaxınlıqda sizdə Wi-Fi varsa evdə, ofisdə, yəni həmin ora qoşa bilərsiniz. Əgər yox, belə bir bu mümkün deyilsə, telefonda interneti açıb paylaya bilərsiniz ki, yəni maşın telefonun internetinə, Wi-Fi-nə qoşulsun və bundan sonra qoşulan kimi dərhal fikir verəcəksə, əgər saat düz işləmirsə, burada saatda korrektirovka gedəcək, yəni özü avtomatik düzələcək. İndi bu da yəqin ki, harasa bir standart bir dünya saatı var, yoxsa bilmirəm də nəsə bunu sinxronlaşdırır və dəqiq saatı göstərməyə başlayır. Mən bunu özüm də yoxlamışam. Elə bir saytlar var, yəni o əsl dəqiq saatı göstərən saytlar var. Yəni onunla yoxlamışam ki, həqiqətən də yəni bu dəqiq həmin o saatla sinxronizasiya eləyir və düz göstərməyə başlayır. Ona görə də indi bir müddətdən əgər siz maşını internetə qoşmursa, bunu yəni eləmək olar. Bir neçə saniyə, hətta 2 saniyə də mənə elə bəs eləyir ki, bu saat yəni düzəlsin. Yəni bununla bağlı bunu demək istəyirdim. Sağ olun.